Biraz bəzi vaxtlar öz həyatımızı yox, bizə belə baxarlar, elə baxarlar, o cür nə yaşayırıq. Sonra da bir ömür əziyyət çəkib borc veririk, kredit veririk. Sonra dərd eləyirik, o dərd də gəlib ömrümüzü də azaldır, qısaldır, həyatımızın şirinliyini də alır. Nə qədər imkanın var o qədər. Özümüzü o dəbdəbəlik bir şey deyil. Elə də o həyat da o həyat deyil. Təəssüf ki, bəziləri də bu belə mövzular reklam eləyir də. Belə mövzular o qədər reklam olunur ki, sanki qarşı tərəf də onların o həyatına baxır, deyir, elə bil onlar xoşbəxtdirlər də, sanki onlar üçün bir etalon olurlar və özlərini onlara bənzətmək, onlara oxşatmaq. Siz çalışın, oturun, düşünün, fikirləşin, xoşbəxtlik ümumiyyətlə açarı nədir? Səadətin açarı, kilidi nədir? O cürlə insan xoşbəxt olmur ki. Başa düşürsünüz. İndi insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxtliyini göstərmək istəyir. Yəni, daha çox evdə xoşbəxt olmaqdan, necə eləyim evdə, ailədə xoşbəxt, ondan çox zikir fikri budur ki, necə eləyim ki, hamı məni görsün, desin ki, xoşbəxtdirlər. Statuslara qoymaqla, müəyyən, nə bilim, orada, burada bu şəkili çəkməyi və s. Mən demirəm, heç nə də olmasın, kim çəkir, o həddində, çərçivəsində özü bilər, öz işidir, hədd çərçivə içində. Amma aşırı, mən bəzi vaxt belə cavanlara ürəyim ağrıyır. Hələ də bu ailə çox getməz. İnanın, baxıram, həqiqətən də çox da elə dolu bax. Dostlar gəlib görüşüb, deyirlər, hə, doğrudan da belə oldu. Deyirəm, yəni bu təcrübədir də, yəni mən bu neçə ildir görürəm. Görürəm belə. Yəni o getmirlər bir yerə, çata bilmirlər. Yalançı bir aura yaratmaq, sanki güya xoşbəxtlik və bunu da bir növ cəmiyyətdə bir şəkildə təqdim eləmək və insanları da o istiqamət vermək, bunların hamısının məsuliyyəti var. Yəni biz sosial varlığıq, atdığımız addımların ictimaiyyətə təsiri var, ona görə cavab verəcəyik. İlk öncə dünyada, sonra axirətdə. Bu konkretdir, qətidir. Ona görə addımlarımıza diqqət etməliyik. Mən özüm istəyirəm, özüm bilərəmlə deyil. O qədər azad deyilsən ki, kimisə bədbəxt edəsən. Yəni, azadlığından müsbət mənada istifadə elə, bəhrələn. Düz cəmiyyətə yaxşı nümunə ol, pis nümunə olma. Və mən bugün istəyərdim ailələr nümunəvi ailələrlə tanış olsunlar. Ən gözəl nümunəvi ailələrdən biri də Əhl-i Beyt, xanım Zəhra, Əmirül-Möminin ailəsi. O ailəyə bir baxaq görək. Peyğəmbər Xədicə, bu ailəyə baxaq görək. Necə davranıblar? Hansı detallara fikir veriblər? Həzrəti Peyğəmbər, Həzrəti Xədicənin heç vaxt o dəyərini itirməzdi. Deyərdi, Xədicə, eynə, mislu Xədicə. Xədicə kim xanım?